Salam və vaxtınız xeyir olsun YouTube kanalı izləyiciləri. Bu günə çəkib gəldiyimiz mənzilimiz Xırdalan şəhərində, mərkəzdə Heydər Parkında təzə bazara piyada 10-15 dəqiqə məsafə olar ya olmaz. Sizlərə mənzil çəkib təqdim edirəm. Aytaz restoran Sultan Şalasına yaxın bir məsafədir. 3 nömrəli məktəb 24 Elmas saylı. Dövlət Şöbəsina da yaxın bir məsafədir. Bir sözlə Xırdalan şəhər mərkəzindədir. 109 nömrəli marşrut dayanacağı binanın yanında yerləşir. Gördüğünüz gibi çəkilişə dəhlizdə başlamışıq. Qapıdan girən kimi belə bir mətbəx quraşdırılır. Döşəmə mərmər qranit istipoldur. Mebel yeri kafeydir. Gördüğünüz kimi ümumi sahə 60 kvadratdır. Kubçalı binadır. Alıq-satqı tam olaraq fərqli qayda aparılacaq. Kubça birbaşa mənzil sahibinin, yeni mənzil sahibinin adına çıxarılacaq. Bu roliyyət otağı 3 otaqlı bir mənzildir. Dəyərli izləyicilərimiz. Ümumi sahəsi 60 kvadratdır. İstəsəyə kombidir, qazı su işinin hamısı var, dəyərli izləyicilərimiz. Həm yaşamaq üçün, həm alıb kiraya vermək üçün çox gözəl bir variantdır. Kiraya qiyməti bugünkü gündə 500 manatdır bu mənzilin. Çünki bundan aşağı mərtəbədə 500 manata verilmişdir mənzil, tam əşyalarla birlikdə. Bura oldu qonaq otaqsı, həyətinə baxır, gördüyünüz kimi. Və bura oldu uşaq otaqsı. Su otağa düzəldilmiş bir mənzildir. Geniş həyəti var, ehtiyat su ambarı var, yeraltı qarajı var. Mənzildə təmirdən sonra yaşayış olunmuyor. Nəzərə çatdırın. Kombi köhnə olsa da görəcəksiniz. Yalnız bir müddət ev sahibi kiraya vermək fikrinə düşmüş ki, sadəcə olaraq indi ehtiyac olduğu üçün pula satışa çıxarılmışdır. Həm almaq üçün, həm yaşamaq üçün çox gözəl bir alternativ variantdır. Xırdalan şəhərində belə gözəl bir, yenə demişik, bina yoxdur. Dəyərli izləyicilərimiz, geniş həyəti var, xoş, gözəl, mehriban qonşuları var. Xırdalan şəhər mərkəzindədir. Qiymət çox gözəl, münasib qiymətdir. Kubçalı mənzildir, müqaviləli qiymətdən satışa çıxarılıb, təzəli satılmalı olduğu üçün. Qiymətini şərh bölməsində yazacağam, real alıcıya yerində endirmə olacaq. Bu gün bu qədər, sağ olun dəyərli izləyicilər.